Keçən dəfə dediyim kimi iPhone X qutu açılışı edəcəm. Bugün iPhone X-i göndərdilər. Daha doğrusu bugün qəbul elədim iPhone X-i. Qutu açılışı eləmək istəyirəm. T-Mobile'dan gəldiyi üçün T-Mobile qutusunda göndəriblər. iPhone X belə bir gözəl kutusu var. Bunu bir tərəfdən açmaq lazımdır. Burada 2 adet iPhone stikeri var. Kağızdır. Bu istifadə qaydasıdır, qısa, balaca, kiçik. Bu iPhone telefon, qulaqcıq. Qulaqcıq girişi desəm fərqlidir. Bu digər qulaqcıqlar üçün göndərilən əlavə USB çıxışıdır, AUX çıxışıdır. iPhone öz USB-si, USB cable bildiyimiz kimi köhnə stildə davam edir, yəni dəyişməyiblər USB girişini. Adapter və telefon. Açaq görək nə gəlir başımıza. Aha, iPhone logosu. Qara zaka sifariş vermişdim. Telefon 2 rəngdə var. Ağ dediyim arxa fon ağ rəngdədir. Yox. Arxa fon ağ rəngdədir, ön qaradır. Dil seçimi eləyəcəm. Telefonu aktivləşdirdikdən sonra videoya davam eləyəcəm. İndi pauza eləyirəm. Ayarlamasını elədim. Saatla da tanıtdım hətta. İndi telefonun içəriyini göstərmək istəyirəm sizə. Telefon bildiyimiz kimi Face ID ilə işləyir. Yəni açardan açarkən üz tanıma bir xüsusiyyəti var. Hal-hazırda üzümə tutduğumda gördüyünüz kimi qıfıl şəkli gəlir, yəni açıldı. Yuxarı qaldırırıq, tamamilə açılır açardan və kamerası, ön kamerası çox qəşəng çəkir, mənə xoşum gəldi. Arxa kamerası da superdir, yəni çəkilişində problem yoxdur. Proqramlarda bəzi proqramları yoxladım, donma falan heç nə yoxdur və proqramlar, ekran gördüyümüz kimi, bir ağ panel açım. Ekranı gördüyümüz kimi arxası, yuxarısı biraz fərqlidir, digər ekranlardan fərqlidir. Çünki bu hissə bir balaca qabarit formadadır, bura çıxıntıları var. Həmin o hissəni aşağı çəkdikdə bizə bu bəzi ayarlar, qısa yolları gətirir. Yəni Wi-Fi-dır, Bluetooth-dur və ekran kontrastını, səsini artırıb azaldılmasıdır, fanarikdir və s. Və bunu yuxarı qaldırıb digər tərəfdən aşağı elədikdə bildirim paneli gəlir. Bildirim panelində də bildirim yoxdur göstərdiyiniz kimi və əvvəlki versiyalarda aşağıdan yuxarı qaldırırdıq. Bu hissəni qaldıranda bildiyimiz kimi bildirim paneli gəlirdi, amma hazırda bu hissəni hər hansı bir proqrama girib bu hissəni yuxarı qaldırdıqda proqramdan çıxır. Və ya belə bir şey elədikdə biz açıq proqramlara baxmaq istədikdə, yəni son proqramlara girmək istədikdə buradan göstərir. Həmin proqram, bir də belə bir yolu var bunun. Gördüyümüz kimi çox yaxşı, rahat keçid yolu var. Çox qəşəngdir, yəni. Ekran çox superdir, ekranı xoşuma gəlir bu hissəsi ümumiyyətlə. Telefonun sürətli işləməsinə problem yoxdur, yəni çox sürətli işləyir. Bunu biz adi belə bir şeydən bilə bilərik, məsələn WhatsApp-dan salamlar. Buradan keçiddə bilə bilərik ki, çox sürətli işləyir, yəni. Yəni digər Apple-larda belə bir şey yoxdur, yəni çox zəif işləyir onlar.
7, 8. Ekran olaraq iPhone 8 Plus-dan ekranı çox böyükdür. Amma böyüklük olaraq, telefonun böyüklüyü olaraq 8 Plus-dan balacadır. Belə bu qədər. İnşallah texnologiyaya bağlı son videomdur. Artıq Amerika ilə bağlı videolar çəkəcəm. Çox sağ olun, təşəkkürlər.